Salam, axşamınız bir daha xeyir olsun əziz izləyicilərimiz, dinləyicilərimiz və bizimlə yol gedən yol hərkarlarımız. Hər birinizi xoş gördük, xoş eşitdik. Bir saat boyunca Avto FM-də Yoldasan verilişinə qulaq asacaqsınız. Studiyada mənəm Əli Ağayev. Yollarda olan ən son xəbərləri, ən son məlumatları məhz bizdən eşidəcəksiniz. Təbii ki, həmişəki kimi maraqlı mövzumuz var. Sizə lazım olan, sizi düşündürən və sizin vacib məqamlardan biri sayılan mövzu haqqında bugün danışacağıq. Bilirsiniz ki, ümumiyyətlə avtomobil idarə etmək çox böyük tələb, riskdir və bu risklərdən biri də bizim görməmizdir. Görmə nə dərəcədə vacibdirsə, ümumiyyətlə həyat işığı görmək və gözlə müşahidə etmək hər bir şəxs üçün, istər avtomobil sürsün, istər piyada olsun, fərqi yoxdur. Hər bir insan üçün vacib məqamlardan biridir. Məhz buna görə bugün ikinci gündür və biz növbəti həkimimizi studiyaya dəvət etmişik. Studiyada tək deyiləm. Bugün mənim yol həmkarım, yol yoldaşım və sizin göz xəstəliklərinə bağlı sualları cavablandıra bilən və bizim bir qədər də sürücülük və sürücülükdə göz xəstəliklərinin riskləri barəsində bizim sualları cavablandıra bilən şəxs əyləşib. Çox uzatmaq istəmirəm. Lalə xanım Həsənovanı bizim göz professorumuzdur, həm cərrahımızdır, həm də oftalmoloqumuzdur. Axşamınız xeyir olsun Lalə xanım. Axşamınız xeyir. Biraz mikrofona yaxın əyləşərsiniz. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Xoş gəlmisiniz. Çox sağ olun. Necəsiz? Çox sağ olun. Necə gəldiniz? Sadaladığınız. Tıxacları aşağı gəlmisiniz. Bəli. Və Lalə xanım, əslində sizi çoxdan da gözləyirdik. Bugünə qismət oldu sizdən tanış olmaq, sizdən danışmaq. Bilirsiniz ki, minnətdaram, çox sağ olun. Bilirsiniz ki, ümumiyyətlə göz xəstəlikləri, göz problemləri çox aktualdır indiki dövrümüzdə. Fərqi yoxdur. Uşaqlarda, böyüklərdə və həddən artıq tez göz baxımının pozulması problemləri ilə də rastlaşırıq son dönəmlər və eyni zamanda avtomobil sürücülərində, yəni sürücü olan bir şəxs üçün görmənin necə vacib olduğu təbii ki, məlum məsələdir. Çünki görmə ilə biz yolu müşahidə edirik, reaksiya veririk ətrafda baş verənlərə və bunun da hər biri gözdə yaşana bilən problemlər bizim üçün risk sayılır. Ona görə də elə ilk sualı sizə vermək istəyirəm ki, ümumiyyətlə avtomobil sürən bir şəxs üçün görmənin minimal hansı səviyyədə olması vacibdir? Minimal eynəksiz idarə etmək üçün məlum məsələdir ki, 100% olsa daha idealdır, amma 80-90% kifayət eləyir. Yəni normal günorta vaxtı, alatoranlıq vaxtı normal avtomobili idarə edə bilərsiniz. Ondan aşağı olan görmələr mütləq eynəklə təmin olunmalıdır. Və bir nüans da var. Ümumiyyətlə bizim gün ərzində dedikdə ümumiyyətlə hal-hazırdakı yaşadığımız dövrdə tez-tez rast olan ümumiyyətlə tez-tez rast olan bir xəstəliklər, göz xəstəlikləri hansılardır? Daha tez-tez görmə qüsuru ilə bağlı olan görmə zəiflikləridir. Daha tez indi axır vaxtlar daha çox yayılan miopiyadır, astigmatizmdir. Yəni mənfi zəiflik, astigmatlar və gipermetroplar. Son dövrlərə bağlı olaraq telefon, gadjetlər, planşetlər, kompüterin bizim həyatımızda çox olduğundan miopların sayı demək olar ki, epidemiya halına az qala çatır. Çünki hər yoxladığımız ikinci uşaq mənfi zəifliklə olur və hətta ki, böyüklər. Praktikamda elə hallar var ki, həmişə 100% görən bir insan, normal görən bir insan işidlə bağlı 25-26 yaşlar arası başlayır görməsi zəifləməyə. Çünki o görmə naqruzkası onun üçün çox olur. Hətta tələbələrdə belə deyək, orta məktəbdə belə oxuyanda nəzərə alsaq ki, indi uşaqların dərs yükü daha çoxdur və demək olar ki, orta məktəbi qutarana yaxın hər biri eynəyə keçir. Bu, haradasa 10 il bundan qabaq aktual idi. İndi 8-9 yaşından uşaqlara eynək təyin edilir. Ümumiyyətlə, bu nədən problem qaynaqlanır? Hamısı gözü ancaq yaxına işlətməkdən. Gözü yaxına işlətməkdən. Ancaq telefon, planşet, kompüter, bütün gadjetlər. İnsanın marağı yoxdur da uzağa baxsın, gözünü çəksin uzaqlara, bir dağa baxsın, bağa baxsın. Hamısı. Misal üçün mənim gözüm uşaq vaxtlarından uzağı zəif görüb. Yəni bu məndə bir mənalı olaraq, yəni özümü tanıyandan mən ön partalarda əyləşmişəm məktəb vaxtıda və
sükan arxasında da, ümumiyyətlə gündəlikdə də, yəni normalda belə görürəm, amma Bəli. ümumi yazıları oxuyanda mənim üçün böyük bir problemlər yaşanır. Hər hansı bir yazını oxumaq, uzaq məsafədən seçmək bir qədər yorur gözümü. Bəli, bəli. Amma bu məndə elə bir ki, dəyişməz olaraq qalıb da. Yəni mənim gözümün norması, söhbət misal mənim özümdən gedir ki, normativ olaraq qalır. Düzdür, eynəkdən istifadə edirəm. Yəni indi də eynəkdəyəm. Amma sırf istifadə hallarında istifadə edirəm. Yəni ümumiyyətlə gündəlik taxım deyə, amma gündəlik taxanda da yorur. Yəni çox yorur. Nəyə görə? Çünki qarşı yaxına baxırsan istər-istəməz hər hansı bir məsafə həddi var da. Amma ümumiyyətlə normalda avtomobil sürərkən eynəkdən istifadə edirəm. Hə, o mütləqdir. Əgər görmə zəifliyiniz var, hətta -0,75-dirsə, -1-dirsə, eynək maşın idarə eləyəndə istifadə olmalıdır. Hətta mən özüm də eynəklə maşın idarə edirəm. Bu bizim təhlükəsizliyimiz üçün vacibdir birinci növbədə. Və sizin o dediyinizə görə vurğulamaq istəyirəm ki, deyirsiniz dəyişməz olaraq qalır. Bir dövrə kimi 18-19 yaşına kimi insan orqanizmi inkişaf etdikdə göz ölçüləri dəyişə bilir və sonradan olaraq stabil olaraq qalır. Dəyişə bilir. Bəli, uşaq vaxtı, uşaq dövründə biz uşaqlara həmişə deyirik ki, uşağa eynək təyin oldu. Hər 6 aydan bir mütəmadi olaraq müayinəyə gəlsin. Çünki uşaq orqanizmi böyüyür. Necə ki təzə paltar, necə ki təzə ayaqqabı alırsan, ölçülər dəyişir. Bəli. Elə də göz ölçüləri dəyişəcək. Çünki o millimetr söhbəti var da, uşağın gözü, böyük insan gözün ölçüsü 23 millimetrdir. Uşaqda isə balacadır və hər o 1 millimetr böyüdükcə dioptri dəyişimləri olur və ona uyğun olaraq eynək hər dəfə dəyişilməlidir. Ondan sonra 18-19 yaşından sonra uşaqlar formalaşandan sonra o nömrələr stabil olaraq qalır və insan artıq özü üçün qərar verir. Kompüter arxasında istifadə edirəm, daim istifadə eləyirəm və yaxud ancaq oxuyanda istifadə eləyəcəm. Yəni onu artıq buraxırıq öz insanın üzərinə. Düzdür, -3, -4 görmə zəifliyi varsa daim eynəkdə qalacaq insan. Yaxud astigmatdırsa, qarışıq nömrələri varsa, kompüter qarşısında istifadə eləmək onun üçün kifayət eləyəcək. Yorulmasın. Bəs Lalə xanım, ümumiyyətlə düzələ bilən olubmu? Yəni söhbət nədən gedir? Uşaq yaşlarından eynək taxıb, yəni məsləhət görmüsüz, yazmısınız. Bəli. Eynəklə böyüdükdə düzəlibmi görmə? Müsbətlər düzəlir. Müsbətlər düzəlir. Bəli, müsbət zəiflik. Tutalım 3 yaşında uşaqda müsbət 5 eynək, hətta mən öz oğlum müsbət 5 eynək taxıb, hal-hazırda 19 yaşı var, eynəksizdir. Yəni böyüdükcə müsbət azalır, mənfi isə çoxalır. Hə, deməli mənim özümdə mənfi olduğu üçün Bəli, mənfi o qalıb, orada da qalıb. qalacaq. Əgər tam qurtulmaq istəyirsinizsə, onu bilirsiniz ki, eksimer lazer, lazik əməliyyatı ilə tam götürülmək olur, amma müsbət nömrələr böyüdükcə azalır. Yox, belə deyim ki, əziyyət verir mənə həddən artıq çox. Əziyyət vermir. Nəyə görə? Yəni eynəklə kifayət qədər özümü normal hiss edirəm. Bəzi insanlar var ki, misal üçün bir qədər belə deyim də bu eynək sıxıntıları var. Ki eynək sıxıntını özünə eynək taxmaq, linza taxmaqlara daha çox üstünlük verirlər. Amma mənim, yəni şəxsən ətrafımda olan bəzi əksər insanlar var ki, eynək taxmaqda heç bir problem yaşamayıblar. Yəni ki, normalda indi nəzərə alsaq ki, müasir dövrümüzdə həddən artıq yüngül eynəklər var. Yəni onların o çərçivələri daha yüngüldür. Demək olar ki, hiss eləmirsən ki, gözündə eynək var. Bəli, yəni o insanlarda deyir ki, yəni mən əgər bunu söhbət yaxına baxanlardan getmir də, müsbətlərdən getmir. Uzaq, yəni o da avtomobil sürərkən və yaxud hər hansı bir yerdə olarkən baxıramsa, bəli o eynəkdən istifadə edirəm, sonra istifadə eləmirəm. Bəli, sonra lazım olmur da normal həyatda ehtiyat istifadə olmur. eləmir. Və bir nüansı da bildirim. Ümumiyyətlə bir insan üçün gözün sağlam qalmasından ötürü hansı məşqləri eləməlidir? Xüsusi göz məşqləri var, hər yerdə var. O YouTube-da da tapmaq olur, Google-dan da istifadəsi ilə tapmaq olur. Çox bəsit bir hərəkətlərdir. Gözün əzələlərini bərkitmə hərəkətlərdir. Bizim gözümüzün alt əzələsi var. Sağa, sola, aşağı, yuxarı diaqonal hərəkətlərlə onu hərəkət etdirərək möhkəmləndirə bilərik. Və necə? Yaxına, uzağa baxmaq. Yəni, tutalım uzun müddət siz yaxına baxırsınız, 1 saat, yarım işləyirsinizsə, mütləqdir ki, durub pəncərəyə yaxınlaşıb, ən uzaqda gördüyünüz nöqtəyə baxıb gözlərinin əzələsini rahatlandırasınız. Ən çoxu, belə deyim də, müddət olaraq ən azı nə qədər baxmaq lazımdır elə məşqlərdə? Neçə dəqiqədə bir məşq eləmək var?
Neçə dəqiqədən bir. Bəli. Onun belə bir cürbəcür qrafikləri var. Tutalım, mənim ən xoşladığım, ən sevdiyim və pasientlərimə tövsiyə elədiyim odur ki, tutalım 9-dan 6-ya kimi ofisdə işləyirsə, 9-da işinə başladı, 11-ə kimi işlədi, indi düzdür 2 dəqiqə, 3 dəqiqə fasilə verməklə. Həmən vaxt 2 saatdan sonra durub bir fasilə verməlidir, bir 10 dəqiqə heç olmasa. Heç olmasa 10 dəqiqə. Bəli. Ondan sonra ikinci yaxınlaşma iş davam elətdirmək üçün 2 saat yox, saat yarım olmalıdır və peritiv, fasilə daha uzun müddət olmalıdır və işin axırına doğru onun fasilələrin müddəti daha çox olmalıdır. Daha mütləq çox olmalıdır, bəli. O da təəssüflər olsun ki, biz onu çox vaxt edə bilmirik. Təəssüflər olsun ki, yanaşma tərzi elə olur. Eynək çalışırlar da. Çünki özü də quruluq verir. Daim kompüter qarşısında oturmaq gözü qurudur. İstər-istəməz sən istəyirsən ki, gözü yumasan. Nə qədər olsa belə, mənə elə gəlir, düz deyil, nə qədər olsa belə gözdə eynək, yəni kompüterin qarşısında nə qədər qoruyucu eynəklə olsa belə, yenə də gözdə quruluq verir. Və Əlal xanım, Oruc bəy yazıb, salam, mən gecə vaxtı maşın sürəndə işıqlar gözümü çox yorur, bəzən də yol bulanıq görünür, bu normaldır, yoxsa problemi ola bilər? Bunun iki səbəbi ola bilər. Birinci dediyim göz quruluğundan yarana bilər bu hal. Və ikinci, ən çox yayılmış səbəb astigmatizm. Yəni gözdə zəiflik var, az dərəcədə. Qarşıdan gələn işıqlar, indiki bütün maşınlarda işıqlar çox gür işıqdır. LED işıqlarıdır da belə. Onlar da çox mənfi təsir göstərir gözə. Hətta zəiflik olmasa da belə, bu şikayətləri olan insana mən hər dəfə tövsiyə edirəm ki, qoruyucu eynəkdən istifadə eləsin. Mən normalda sarı rəngli eynəklərdən istifadə edirəm. Bəli, bəli. Və artıq uzun illərdir sırf gecə vaxtı işıqsız, belə deyim də, işıqlandırması zəif olan yollarla gedəkdə və ya gecə vaxtı yolumu davam edəndə mən bir mənalı olaraq artıq neçə illərdir ki, sarı eynəklərim var, ondan istifadə edirəm. Oruc bəy, sizə də məsləhət görürəm. Satışda var, qiyməti elə də baha deyil, amma ki, inandırım sizi ki, o qədər rahatdır. Yəni bilirsiniz nətər, bir mənalı olaraq o sındırır şüşələri, elə bil ki, o işıq düşmə bucağını sındırır. Yayır, rəng udur, bir mənalı udur. Çox rahat yol davam edirəm. Yəni əgər istəyirsinizsə, siz də ala bilərsiniz, qiymətləri də münasibdir. Eyni zamanda bizi artıq canlıdan da bizim yazmışdılar. Yazıb ki, Hicran xanım yazıb, son vaxtlar uzağa görməyin biraz zəifləyib, maşın sürəndə yol nişanlarını güclə seçə bilirəm. Eynəyimin keçməyə vaxtıdır, ya başqa səbəb ola bilər, doktor? Yol nişanları güclə seçilirsə, bir mənalı eynək seçilməlidir. Eynək seçilməlidir. Bəli, bəli. Yol nişanları kifayət qədər iri nişanlardır. Əgər onları da seçə bilmirsə, bir problem varsa, yəni öz təhlükəsizliyi üçün mütləq müayinədən keçib eynək təyin olmalıdır və yaxud lazım olan müalicələr təyin olunmalıdır. Lazım olan müalicə təyin olunmalıdır. Göz ümumiyyətlə bəzi dərmanlar var idi. Mən də oxudum bu qara smarodina deyirdilər. Onu Azərbaycanca sözünü qarağat, səhv eləmirəmsə, qarağat deyə yemək gözə xeyirdir. Həqiqətən də xeyirmi və yaxud da ki, hansı vitaminlər bizim gözümüzün görməyini daha da yaxşılaşdıra bilir? Qara smarodina deyil, başqa çernika deyirlər. Bəli, bəli. Onlar əslində bat kimi hesab olunur, müalicəvi bir dərman deyirlər. Amma ratsion daha çox omega 3 turşularla zəngin olsa, A vitamini, prokarotinoid deyirik biz ona, hansı ki A vitaminına çevrilir və torquşanın reseptorların bərpa eləməsinə kömək edir. Yəni bu qidalardan qidalanmaq biz həmişə tövsiyə edirik. Buna aid də özünüz bilirsiniz, balıq, qaraciyər, bildiyimiz tərəvəzlər, bəli, balqabaq, bibərlər, bunlar çox xeyirli göz üçün. Gözə. Bir də kök. Kökü onu hamı bilir. Bəli, yer kökü. Nəyə görə yer kökü? Amma yer kökünün də söhbət nədən gedir? Yer kökünün şirəsini içmək xeyirdir. Çünki yer kökünün şirəsi deyirlər ağırdır deyə. Onu çox içmək deyir qaraciyərə zərər vurur. Mən elə eşitmişəm. Bilmirəm, bəlkə həqiqətən eləmir. Çox içənlər dərisinin rəngi də dəyişir insanların. Dərisinin rəngi dəyişir. Bəli. Sarı narıncı belə olur. Çox içsən. Yəni hər şey dəyərində. Dəyərində içmək lazımdır. Yəni kökü yemək də xeyirdir də gözə, düzdür? Yəni şərt o deyil ki, də şirəsini içəsən. Əlbəttə ki, yox.
Şirəsi daha çox, tutalım şirəyə indi kimsə istəyir şəkər qatır və yaxud da alma qatır. O daha çox fruktoza, qanda fruktozanın dəyərini qaldırmağına daha çox rol oynayır. Ona görə elə adi meyvə kimi yeyilə bilirsə, niyə də ki yox. Niyə də ki yox. 47-48 abonenti yazıb, salam, axşamınız xeyir, əleykum salam. Mənim gözüm sulanır və sol gözüm axşamlar ağrıyır, səbəb ciddi ola bilərmi? Deməli, göz sulanma daha çox göz xəstəlikləri göz sulanma ilə gedə bilir. Onun ən bəsiti, ən sadəsi allergiyadır. Gözdə olan allergik konjüktivitdir, xroniki konjüktivitdir və sonradan göz sulanmağın səbəbləri olan göz kanalı tıxanıqlığıdır. Hətta qara sudur belə, o da gözdə sulanma verə bilir. Yəni ki, gözüm qızardı, göz sulandı, yəni ötər keçər kimi olmasın. Çoxsa ildə bir dəfə onu yoxlamaq lazımdır. Bəzən hətta hədsiz dərəcədə quruluq, o da gözdə sulanma verir. Bəli. Çünki bizdə gözü nəm saxlamaq üçün iki vəz var bizim gözümüzdə də. Biri əsas göz yaşı vəzi, hansı ki biz ağlayanda, hansı emosiyalarımızı olanda o başlayır işləməyə, göz yaşı axır. Və qalan göz yaşı vəzləri. Onlar kiprik dibində yerləşir və gözü nəm saxlamaq üçün xüsusi bir maye ifraz eləyir. Yəni onlar quruyubsa, işləmirsə, başlayır əsas göz yaşı vəzi işləməyə belə eləyək və həddindən artıq çoxlu yaş buraxır. Onun da biraz qidrofilliyi yoxdur, bərkliyi yoxdur. Axır gedir çölə. Bəzən elə insanlara deyəndə ki, sizdə quruluq var, amma əksinə mənə deyəndə ki, yox, bəs mən daim gözümdən yaş axır deyə. Yəni bunu belə bir bəsit olaraq başa salıram onlara ki, sizdə bu son nöqtədir. Son nöqtə. Əslində təbii. Bir də göz yaşı deyirlər, təbii göz yaşı ki, damcıları, arada ondan da istifadə eləmək lazımdır. Bəli, təbii göz yaşları reseptsiz satılır. Siz nəsə bir narahatçılığınız hiss eləsə, hətta özünüz gedib aptekdən onu əldə eləyə bilərsiniz. Yəni çox sadə bir tərkiblər, hipermeloza və yaxud natri gialuronat, onlar tam zərərsiz. Siz onu daim istifadə eləyə bilərsiniz. Kim ki ofisdə daim işləyir, bağlı şəraitlərdə işləyir, onlarda stolun üstündə onların olmağı vacibdir. Bir də mənə həmişə maraqlandıran sual var. Onu verim, sonra yol haqqında məlumata keçək. Bu məktəb vaxtından bizə deyirdilər. Biz onu deyirdilər, əslində biz gözümüzlə yəni çevrilmiş şəkildə görürük. Düzdür? Realda biz çevrilmiş şəkildə görürük. Sonra almacıqda deyir sınır yaxud prizm olaraq sınır və biz onu hamını indi real gördüyümüz kimi görürük. Onun bir izahı necədir? Onun izahı elədir ki, göz bizim beynimizin periferiyasıdır. Əslində beynimizlə görürük. Göz optik bir qurğudur. Yəni insan orqanizmində başqa bir optik qurğu gözü kimi yoxdur. Yəni göz bizim orqanizmimizin fotoaparatıdır, kamerasıdır belə deyək. Linzadan sınır, gözümüzün içində bu hamı deyir gözün qarası. Bəli. Buynuz qışağın arxasında xüsusi bir kameradan sonra bizim gözümüzün linzası yerləşir. Bildiyiniz linzadır. Yəni ki o kəsikdə, ön arxa kəsikdə, yəni adi linzalar necə olar? Bəli. Eyni şey bizim eyni bir linza gözümüzün içində var. Və nəyəsə baxmaq istəyəndə şua oradan gəlir, sınır, düşür torquşaya. Torquşaya çevrilmiş formada düşür. Ondan sonra torquşada bizdə neyroreseptor sloydur. Yəni o informasiyanı beyinə ötürür, abrabatı və biz beynimizdən onu biz normal halda çevrilmiş şəkildə qəbul eləyir göz. Ötürür normal halda biz onu artıq görə bilirik. Olurmu ki, yəni maraqlıdır deyə soruşuram. Hə, bildiyimiz fotoaparat kimi. Bəli. Yəni ola bilərmi ki, yəni olurmu ki, elə bilmirəm deyə soruşuram, amma maraqlıdır. Həmin o görmə pozulur, elə bir ki, yəni ötürür və insan tərsinə görür. Elə bir şey ola bilərmi ki? Yoxsa ümumiyyətlə görmür artıq? Onu çox nadir hallarda xareideyana xəstəliklərində morfopsiya deyilir. Elə bir hal olur, çevrilmiş yox, böyük kiçik görə bilir. Çevrilmiş və yaxud da nəsə bir qeyri-adi bir hal daha çox psixi pozulmalardır. O zamanlar görülür. Salam aleyküm Əli bəy. Axşamınız xeyir olsun. Əli bəy, həkimizə salamlayıram. Mən özüm laboratorda işləyirəm, deyəm, biraz kompüter cihaz qarşısından çox oluram. Həmçində yolda baxmayın, gözlə bağlı daha çox insan əziyyət çəkir, axşam vaxtı, səhər vaxtı. Bir də görürsünüz, məndə gözü biraz təzyiq kimi belə qızarma kimi bir şey olur. Təxmin bilirəm, bu göz tərzi, gözün yorulmasının əlaqədardır. Bu son həkimdən
Layla xanımdan bir fikir almaq istərdim ki, mən bunun üçün nə edə bilərəm? Yəni gecə vaxtında, gündüz vaxtında, yəni maşın sürürük. Yəni bu da gözümüzə ziyandır. İstərsiniz aparatın yanında olmaq da ziyandır. Necə edə bilərik bunu? Bir də bir sürücülərdən bir xahişim var ki, güzgülərdən daha çox istifadə edin. Ən azından güzgü maşının gözüdür. Təşəkkürlər Ramin bəy, minnətdarıq. Dəyərli fikriniz üçün, bəli, mən də sizlə razıyam. Bizim sürücülər demək olar ki, güzgülərdən istifadə eləmirlər. Bəli, mən də sizin dediyinizdən razıyam ki, güzgülər yan və yəni sağ-sol güzgülər və orta güzgülər maşının gözüdür. Siz onunla maşın ətrafında baş verən hadisələri görürsünüz, analiz edirsiniz. Çox təəssüflər olsun ki, biz bu qədər təlimlər, bu qədər maarifləndirmə yönümlü söhbətlər apardığımıza baxmayaraq, bizim sürücülər hələ də ancaq qabağa baxaraq avtomobili sürürlər və bu problem olduğu kimi də qalır. Layla xanım, nə kimi məsləhət görə bilərsiniz Ramin bəyə? Əgər gözdə qızartı varsa, yəni bir mənalı olaraq, bu uzun müddət varsa, insanı narahat eləyirsə, o dərəcədə ki, o güzgüdə onun qızartını görürsə, müayinədən keçmək daha məqsədə uyğun olacaq. Heç olmasadan bir görmə yoxlanılsın və gözün təzyiqi ölçülsün. Aha. Bəli, təzyiqi ölçülsün, mikroskopla baxılsın. O adi bəsit quruluqdan da qaynaqlana bilər və gözün ağlı qışaların şikayəti var. Yəni onların iltihabına qədər göz qızartı və gözdə belə bir şikayət yarada bilir. 0723 abonenti yazıb. Həkim xanımdan soruşmaq istəyirəm. Bəzən uzun yol gedəndə gözüm yaşarır və qaralma olur. Bu yorğunluqdandır yoxsa müayinə olunmalıyam? Yorğunluqdandır adətən. Yorğunluqdan əmələ gəlir. Bəli, bəli. Gözü yorulur. Cavid bəy soruşur. Salam, məndə anadan gəlmə görmə sinirlərinin atrofiyası var və astigmatlı gözdür. Günəşə qarşı çox, amma çox həssasam. Nömrəli qara eynək taxıram, amma başımı çox ağrıdır. Həddən artıq qara eynək taxanda. Rəngsiz taxanda olmur. Eynəyimi daimi taxıram. Yəni o eynəyin rənginə gələrək, ən normal eynək göz üçün simvoli atrofiyası da var. Yaşıl rənglərdir. Yaşıl, açıq qəhvəyi, indi xamilyonlar boza tərəf çönən o rənglər. Tam qara eynək, ələxsusdakı atrofiyası olan insana geymək məsləhət deyil, geyinmək. Və mən görmə atrofiyası nədir ki? Görmə siniri atrofiyası, el arasında görmə sinirinin quruması. Hə, başa düşdüm. Əgər eynəkdə baş ağrıyırsa, astigmat nömrələrini biraz azaltmaq lazımdır. Nömrələri biraz azaltmaq lazımdır. Elşad bəy bizə səs göndərib. Gəlin Elşad bəyin də səsinə qulaq asaq. Hər vaxtınız xeyir. Salam, hər vaxtınız xeyir olsun. Mənim Layla xanımdan bir sualım var. Mən avtomobil idarə edərkən kondisioner işləyəndə və yaxud peç işləyəndə, yəni bir neçə dəqiqədən sonra gözlərim bərk quruyur, məcbur olub söndürürəm. Əziyyət verir. O nədən irəli gəlir? Nəsə onun bir vasitələr varmı qarşısını almaq üçün? Təşəkkürlər Elşad bəy, siz sağ olun. Buyurun Layla xanım. Deməli, bayaq danışdığım bir müddətdən sonra o quruluğun son mərhələsi olacaq. Kondisionerə təsir eləyirsə, hətta o gözdə ağrı, sulanma baş verirsə, deməli artıq o havaya allergiya verir insan. Aha. Allergiyası var. Yəni ki, tövsiyəm odur. O modların dəyişilməlidir kondisionerində. Həmişə pəncərə biraz açıq qalmalıdır. Çünki bağlı şəraitdə artıq göz tab gətirmir də, belə deyək. O havaya tab gətirmir. Quruma tam quruyandan sonra doktorum, yəqin ki, belə deyim də artıq əməliyyata və yaxud da ki, güclü müalicəyə ehtiyac olacaq, düzdür? Yəni ki, əgər əməliyyata yox, ancaq ki, müalicəyə ehtiyac var. Artıq ehtiyac var. Bəli, artıq ehtiyac var. Ehtiyac var. Hüseyn bəyim sizə göndərib, gəlin Hüseyn bəyin də səsinə qulaq asaq. Hər vaxtınız xeyir olsun Əli müəllim. Necəsiniz? Qonaqları salamlayıram. Yaxşı olasınız Hüseyn bəy, siz yaxşı olun. Mən hər gün sizi dinləyirəm və sadəcə olaraq sizə təşəkkür etmək istəyirəm. Təşəkkür edirəm. Çox sağ olun. Allah sizin əziyyətinizi yerdə qoymasın. Mən də yəqin ki, mənim kimi də bir çox dinləyicilər var və əksəriyyətdə maşındadır. Və mən çox bir şey öyrənirəm. Düzdür, hər gün fikrimi bildirməsəm də, bəzi indi mövzular var ki, bəli, mən artıq fikirləşirəm ki, mən fikrimi bildirmək istəyirəm. Çünki efir vaxtı azdır.
digər dinləyicilərin ola bilsin ki, daha vacib sualı ola bilər. Ona görə də mən çalışıram ancaq konkret olaraq belə müəyyən məsələlərdə öz fikrimi bildirim. Təşəkkür edirəm, çox sağ olun, var olun, minnətdaram. Mən minnətdaram Hüseyn bəy, dəyərli fikirləriniz üçün çox sağ olun. Yəni nə xoş halımıza ki, sizin kimi şəxslər bizi dəyərləndirirlər, bizim fikirləri qiymətləndirirlər. Biz də əlimizdən gələni edirik ki, daima maarifləndirici yönümlü mövzular qoyaq, sizləri, sükan arxasında olanları, bizi dinləyən və yaxud vaxtında bizi dinləyib şansı olmayıb, amma bizi izləyə bilən tamaşaçılar var ki, onların da suallarına, maraqlarına cavab verən sualları cavablandıra bilirik. Roman bəy səs göndərib. Roman bəyin də səsinə qulaq asaq. Salam, axşamınız xeyirli olsun. Salam, axşamınız xeyirli Roman bəy. Sualım həkim xanımadır. Zəhmət olmasa deyəriz, mən əsnəyəndə həmişə gözümdən su gəlir. Yəni əməlli başlı gözüm yaşarır əsnəyəndə. Bu normaldır mı? Nədən gəlir Reflektor. doktorum? O da quruluqdandır. Quruluqdandır. Bəli, bəli, reflektor olaraq yaşarır göz. Bunun üçün yəni müayinəyə ehtiyac var bir mənalı. Əgər Təbii. nəsə şikayət var, xırda belə olsun deyən. Yəni müayinə çox zaman aparmır. Dardasa 15-20 dəqiqəlik müayinədir. Nə hansısa bir şikayət yaranıbsa, bütün orqanlar vacibdir. Amma göz daha çox vacibdir. Yəni 95% informasiya gözlə qavranır da, hamısını görüb başa düşürük. Təbii. Ona görə vaxt ayırmaq mütləqdir. Və göz dancılarından istifadə edəcək o şəxsdə, düzdür, Bəli, Roman bəli, bəydə? bəli. İstifadə olunmalıdır. Əsnəyəndə niyə olur? Mənə də çox maraqlı gəldi. Yəni Reflektor elə olur, hə. əsnəyəndə Bəzi insanlarda olur. Elə insan var ki, günəşə baxanda başlayır asqırmağa. Yəni elə çox-çox şeylər olur. Hamıda olmasa da belə, bəzi qrup insanlarda belə qeyri-adi hallar rastlaşa bilirik. hamısı da o da normaldır, qeyri-adi deyil, yəni anormal deyil. Normal olan bir şeydir. Salam, hər vaxtınız xeyir olsun. Həkimə bir sualım var. Gözümdə arada belə sirkələnmə atır, belə bir tez-tez yığılır, açılır, elə bir şeylər var idi bir müddət. Sonra keçdi getdi. Arada belə acışmalar olur gözümdə. Buyurun Layla xanım. Bu sirkələnmə göz qapağı atır, Bəli, mən elə bəli, başa bəli, düşdüyümdə. O da yenə də quruluqdan irəli gələn bir haldır. Quruluqdan irəli Bəli, gələ bir bəli, haldır. bəli. Quruluqdan görün nə qədər problemlərdir. Yəni belə deyim də fikrə verə bilməyəcəyimiz, amma həqiqətən Yəni nəzərə göz çarpan siqnal verir də. Siqnal verir ki, məndə nəsə proses gedir, problem var. maksimum Ya qapağı dərəcədə atacaq və yaxud sulanacaq, qızaracaq belə. maksimum dərəcədə bu təbii göz damcısından istifadə etmək lazımdır. Bəli, heç olmasa minimum ondan bir dənəsini alıb istifadə eləsin. İstifadə eləsinlər. Bəli. Layla xanım təşəkkür edirəm. Çox sağ olun. Var olun, Sizə sağ gəldiniz, olun. mövzunu araşdırdıq. İnandırım sizə əziz dinləyicilərimiz, o qədər sizlərdən gələn SMS-lər var idi. Biz elə efirdən canlıdan gələn dinləyiciləri, gələn SMS-ləri biz reklam arası canlıdan Layla xanım özü cavablandırdı. Gələn SMS-lər də var, amma çox üzürlü sayın vaxt məhdudiyyətindən biz bunu həyata keçirə bilmədik. Yenə də Layla xanımı çağıracağım, suallarınızı yenə də Layla xanıma ünvanlaya bilərsiniz. Özünüzdən müğayət olun, çalışın, yol hərəkəti qaydalarını pozmayın ki, cərimələnməyəsiniz. Salamat qalın.